Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə dünya düzəninin yenidən düşünülməsi, çağırışların fürsətə çevrilməsi mövzusunda 12-ci Qlobal Bakı Forumunun açılış mərasimi keçirilib. Prezident İlham Əliyev açılış mərasimində iştirak və çıxış edib. Forum çərçivəsində geosiyasi dəyişmələr, məsuliyyətli tərəfdaşlıq, rəqabətə qarşı mövzusunda panel müzakirə keçirilib. Avropa İttifaqı Şurasının sabiq prezidenti Charles Michel deyib ki, Ukraynadakı böhranla bağlı Avropa İttifaqı əlindən gələn edib. Onun sözlərinə görə Avropa İttifaqı Afrika, Asiya ölkələri ilə orada olan təşkilatlarla əməkdaşlıq edə, əlaqələr qura bilər. Təhlükəsizlik məsələsi, müharibələr, böhranlar problemi var. Amma biz çalışırıq ki, bu problemləri aradan qaldıraq. Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın hər zaman çox tərəfli diplomatiyanın tərəfdarı olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ilə əlaqələrin gücləndirilməsi prioritet məsələlərdən biridir. Türkiyənin sabiq Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Suriyadakı yeni reallıqdan danışıb. O bildirib ki, Suriyada yeni dövrü başlayıb və mən nikbinəm. Çalışırıq ki, Suriyanın bərpasına kömək edək və keçid dövrü hakimiyyətinin cəhdləri puça çıxmasın. Bugünkü konferansın gündəliyinin məhz qlobal düzəmə həsr olunması heç də təsadüfi deyildir ki, bugün dünya miqyasında əsas müzakirə olunan mövzulardan biri yeni dünya düzəmi və yeni dünya düzəmində dövlətlər arası münasibətlərin hansı formada təşəkkül tapması əsas və başlıca suallardan biridir. Ona görə də forum çərçivəsində də çox tərəfli münasibətlər, beynəlxalq təşkilatların rolu, regional rollar və regional dövlətlərin üzərinə düşən məsuliyyət kimi məsələlər də müzakirə olunacaqdır. Azərbaycan Respublikası da qlobal düzəmlə aparılan müzakirələrdə regional prinsiplərdən çıxış edərək və həmçinin orta güc adlandırılan bir beynəlxalq münasibətlərdə yeni bir konsepsiya var. Bu konsepsiyadan çıxış edərək yeni dünya düzəminin ilə əlaqədar aparılan müzakirələrdə öz fəal rolunu oynayır, öz mövqeyini və fikrini bildirir. Və bu xüsusda da Azərbaycan Respublikası Cənubi Qafqaz regionunda yeni reallıqların yaradılmasında öz mövqeyini ortaya qoymuşdur və bugün Cənab Prezident də tədbirin açılış mərasimində geniş xarakterli çıxış etdi və Cənab Prezidentin çıxışı da ilk növbədə COP29 və ondan irəli gələn məsələlər Azərbaycanın liderliyi və bundan sonra Azərbaycan Respublikasına qarşı ilə COP29 ilə əlaqədar aparılan müxtəlif dezinformasiya kampaniyaları və fake news kampaniyaları və bu xüsusda regionda Azərbaycanın müəllifi olduğu yeni status quo-nun formalaşması və bu status quo da Azərbaycanın ərazi bütövlüyünü və suverenliyinin təmin olunmasını özündə töhfə edir. Ermənistanın yenə də regionda həyata keçirdiyi siyasət və Ermənistana müxtəlif dairələr tərəfindən dəstək verilərək Ermənistanın militarizasiya siyasətinin aparılması və bir sıra qərb ölkələrin və xüsusilə də Fransa tərəfindən regional münasibətdə aparılan siyasət və Ermənistanın militarizasiyasında Fransanın oynadığı rol və digər bu qəbildən olan məsələlərə diqqəti çəkmiş oldu. Bilirsiniz ki, Türk Dövlətləri Təşkilatı ölkəmiz üçün ən vacib beynəlxalq təşkilat desəm, yəqin ki, yanılmaram. Cənab Prezident dediyi kimi, bu bizim ailə təşkilatımızdır və Azərbaycan orada hər zaman çox fəal iştirak edir və artıq gözəl xəbər ondan ibarətdir. Zirvənin keçirilməsi, biri qeyri-rəsmi, digəri isə rəsmi zirvə keçirilməsi, bu artıq gözəl bir ənənəyə çevrilmişdir. Ötən il yadınızdadırsa, qeyri-rəsmi zirvə Azərbaycanda Şuşada keçirilmişdir və Şuşada tarixi Qarabağ bəyannaməsi qəbul edilmişdi qeyri-rəsmi zirvədə. Bu il isə qeyd etdiyiniz kimi qeyri-rəsmi zirvənin may ayında Macaristanda, rəsmi zirvənin isə Azərbaycanda oktyabr ayında keçirilməsi nəzərdə tutulub və bu istiqamətdə də çox fəal hazırlıq işləri həyata keçirilir. Panel müzakirələrlə başa çatıb. Banu Çiçək Hüseynli, Çingiz Abdullayev, Səs TV.